YAP Ağcabədi rayon təşkilatında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınla görüş keçirilib. Tədbir iştirakçılarını və onların timsalında bütün qadınları təbrik edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Azərbaycan qadınının ölkəmizdə gedən siyasi, ictimai, iqtisadi, mədəni proseslərdə fəal iştirakından söz açıb. Çıxışda həmçinin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşan ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin bugün də uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gender bərabərliyinə diqqətlə yanaşdıqları, idarə etmə orqanlarında rəhbər vəzifələrə qadınların irəli çəkilməsinə böyük önəm verildiyi, 30 il işğal altında olan torpaqların azad edilməsində qəhrəmanlıq göstərən oğulları məhz Azərbaycan qadınının böyütdüyü vurğulanıb. Tədbirdə şəhid bacısı Nüşabə İbrahimova, şəhid anası Məlahət Həziyeva və Qərbi Azərbaycan icmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova çıxış edərək dövlət qadın siyasətinin əsas təminatçısı kimi ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər. Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən YAP fəalları və şəhid ailələrinin üzvlərinə fəxri fərman və təşəkkürnamələr təqdim edilib. Tədbir çay süfrəsi arxasında davam etdirilib.